Salam, hörmətli izləyicilər. Bugünkü videomda mən sizlərə Azərbaycanda yerləşən Qızılağac Milli Parkı qoruğu haqqında qısaca məlumat verəcəyəm. Nəzərinizə çatdırım ki, bu milli park deməli Xəzər dənizinin cənub-qərb hissəsində Lənkəran rayonu ərazisində yerləşir. Lənkəran şəhərindən həmin milli parka qədər olan məsafə 35 kilometrə bərabərdir. Orada olan Sara yarımadası istiqamətində yerləşir. 2 iyun 1929-cu ildə qoruq kimi yaradılmışdır. 26 sentyabr 2018-ci ildə ona milli park statusu verilmişdir. Onun deməli ərazisi təxminən 90 min hektara bərabər bir ərazidir. Onun Qızılağac deməli milli parkı adlanmasının səbəbi isə meşənin kənarında, çay və göllərin kənarında böyüyən Qızılağacın adından götürülmüşdür. Bu ağacın enli, geniş, deməli qızıla çalan yarpaqları var. Ona görə də bunun adından deməli götürülmüşdür. Qızılağac Milli Parkının salınmasında, onun qorunmasında məqsəd burada olan heyvanların və bitkilərinin qorunub saxlanması və saylarının artırılmasıdır. Beləliklə də bu qoruq demək olar ki, ən böyük Azərbaycanda ərazisinə görə qoruqdur. Yəni birinci yerdə gedir ərazisinə görə, yaranma tarixinə görə isə 3-cü yerdə gedir. Artıq bu qoruq UNESCO-nun deməli beynəlxalq əhəmiyyəti olan deməli 12 qoruq siyahısına da daxil edilmişdir. Burada deməli müxtəlif deməli heyvan növləri deməli vardır ki, onlar da deməli bu qoruqda qorunur, saxlanılır və sayları artırılır. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.